Osminoq və mürəkkəb balığının kamuflyaj texnologiyası. Allah bəzi canlıları yaşadıkları mühitdəki düşmənlərindən gizlənmək üçün müəyyən formada və naxışlarla yaratmışdır. Bəzən yaşıl yarpağa, quru budağa, bəzən də ağacın qabığına həddindən artıq bənzəyən canlılar bu yolla düşmənlərindən gizlənməyi bacarırlar. Allahın bu canlılara verdiyi kamuflyaj bacarığı o qədər mükəmməldir ki, hər hansı formanın bitkiyə yoxsa heyvana aid olduğunu anlamaq və ya o mühitdə canlını seçmək demək olar ki, qeyri-mümkündür. Kamuflyaj xüsusi şəkildə planlanıb yaradılan müdafiə mexanizmidir. Bu müdafiə mexanizminin bir növünə də dənizlərin dibində rast gəlinir. Osminoq və mürəkkəb balıqları çox qısa müddətdə üzdükləri mühitə uyğunlaşaraq görünməz olurlar. Görünməzliyin ilk şərti heyvanın gözünün çox yaxşı görməsidir. Çünki olduğu mühiti çox yaxşı şəkildə analiz etmədən bu mühitə uyğunlaşması mümkün deyil. Bu canlılar suyun içində insandan daha yaxşı görə bilirlər. Elə yaxşı görürlər ki, hətta osminoq özündən 1 metr uzaqlıqdakı birə böyüklüyündəki bir canlını belə sezir. Kamuflyaj sistemini əmələ gətirən əsas ünsür xromatofor adlanan və canlının bütün bədənini örtən 10 minlərlə kisədir. Bu kisələr kompleks əzələ sisteminin nəzarətində olub pigment ifraz edirlər. Canlı kisələri büzərək və ya boşaldaraq özünü arxa fon rənginə və ya görüntüsünə oxşadır. Eyni zamanda digər əzələlər də osminoqun dəri toxumasını dəyişdirir. Bu, bir-birini qüsursuz şəkildə tamamlayan çox sayda hissənin qüsursuz şəkildə idarə edilməsi ilə işləyən sistemdir. Nə osminoq, nə də mürəkkəb balığı bütün bu şərtləri şuurlu şəkildə birləşdirərək həyata keçirəcək ağla sahib deyillər. Osminoq və mürəkkəb balıqları da digər bütün canlılar kimi uca Allahın nəzarətindədirlər və Allahın ilhamı ilə hərəkət edirlər. Mühəndislər osminoq və mürəkkəb balıqlarındakı bu qüsursuz kamuflyaj texnikasının müdafiə sənayesində istifadə etmək üçün çalışırlar. Bu sistemdə mürəkkəb balığının gözlərinin əvəzinə işıq saçan sensorlu kameralar, dərisinin əvəzinə dalğa uzunluqlarına qarşı həssas bir maddədən hazırlanmış xüsusi cihaz yerləşdirilir. Mürəkkəb balığının dərisini nümunə götürərək hazırlanan tank və sualtı qayıqla bunun sayəsində dənizin altında gizlənə biləcəklər. Mürəkkəb balığı və osminoqlardakı kamuflyaj texnikasını təqlid edərək gəmi və sualtı qayıqlara tətbiq edilməsi yüksək mühəndislik qabiliyyəti tələb edir. Halbuki təbiətdəki bu canlılar nə rəng dəyişdirmək, nə də bundan istifadə etmək qabiliyyətinə malik deyillər. Təhsil alaraq bunları öyrənmək imkanları da yoxdur. Bütün canlılar kimi onlar da Allahın ilhamı ilə hərəkət edirlər. Canlılarda gördüyümüz bu qüsursuz xüsusiyyətlər uca Allahın üstün yaratma sənətinin nümunələridir. Allah bu canlıları sahib olduqları bütün xüsusiyyətləri ilə birgə yaratmışdır. Bütün bunları hər an qüdrət altında tutur. Allah bir ayədə bütün canlıların öz nəzarətində olduğunu belə bildirir. Elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın.